Salam, xoş gördük. Bu videoda çətin bir sualımızın izahına baxacağıq. Sualımızın izahına keçək. Qrafit ehtiyatı ilə zəngindir. Günəşin zenitdə olduğu ərazi olmadığı ərazidən böyükdür. Dendasion mənşəli düzənlik mövcuddur. X yarımadasında yerləşən ölkə üçün aşağıda verilənlərdən hansılar doğrudur? Bu Hindistan yarımadası hesab olunur və Hindistan yarımadasında yerləşən Hindistan üçün oxşar xüsusiyyətləri, doğru fikirləri tapacaq. Birə baxaq. Sahəsinə görə birinci yerdə olan ölkə ilə oxşar cəhətdə tarixçi olaraq xüsusiyyətinə görə yaranmış hesab olunur. Sahəsinə görə birinci yerdə olan ölkə Rusiyadır və Rusiya ilə deyil oxşar cəhəti tarixi coğrafi xüsusiyyətinə görə yaranır. Xeyr, bu milli etnik xüsusiyyətinə görə yaranmışdır. Çünki Nigeriya, Rusiya, Hindistanı biz milli etnik xüsusiyyətinə görə ölkələr siyahısına daxil edirik, yəni yaranmasına görə. Amma tarixi coğrafi xüsusiyyətlərinə görə də ölkələrdə Kanada, ABŞ, Meksika deməli və Avstraliya, Avstriya ölkələrini daxil edirik. Bu fikir yanlışdır. Milli etnik olsaydı götürə bilərdik. 2-yə baxaq. Hind çayının mənsəbinin yerləşdiyi ölkə ilə oxşar cəhətə eyni dil qruplarına aid olmasıdır. Hind çayının yerləşdiyi ölkə bilirik ki, Pakistandır və Pakistan Hind-Avropa dil ailəsinin Hindari dil qrupuna, eyni zamanda Hindistan da Hindari dil qrupuna aiddir, yəni Hind-Avropanın. Bu da doğrudur, problem yoxdur. 3-ə baxaq. Yəni 2-ni götürürük. 3-ə baxaq. Amazon çayının mənbəyinin yerləşdiyi ölkə ilə oxşar cəhətə əhalinin cins tərkibində qadınların üstün olmasıdır. Amazon çayı mənbəyi yerləşir Peruda. Marin və Ucayali çaylarının başlanğıcını götürürük. Və Peru ilə Hindistanın oxşar cəhəti qadınlar üstün deyil. Burada əslində kişilər üstün olmalıdır. Qadınların üstün olduğu ölkələrə Kanada, ABŞ, Meksika, Avropa ölkələrinin böyük əksəriyyəti, Rusiya, Avstraliya kimi ölkələri daxil edə bilərik. Amma burada kişilərin üstün olduğu ölkələr bəs hansılardır? Məsələn, Çin, Hindistan, Pakistan, İran, Səudiyyə Ərəbistan və Ərəbistan yarımadasının bütünlükdə demək olar böyük bir hissəsi. Səhv etmirəmsə orada İsraildən başqa bütün ölkələri götürmək olar. Sonra məsələn Peru, daha sonra Venezuela kimi ölkələrdə kişilərin üstün olduğu ölkələr siyahısına daxil edə bilərik. Yəni burada deməli əslində kişilər üstün olmalıdır. Qadınlar yazılıb deyə götürmürük. Yəni Peruda həm də Hindistanda oxşar cəhəti kişilər üstündür, qadınlar deyil. 4-ə baxaq. Pusan limanına aid olduğu ölkə ilə oxşar cəhəti arasında platforma üstün olmasıdır. Pusan limanı aiddir Cənubi Koreya. Cənubi Koreyada platformadadır bütünlükdə bilirik. Və bu Şimali Koreyada olsa belə, yəni o hissələri biz Çin Koreya platforması götürürük və Hindistanın da böyük bir hissəsi platformada yerləşir. Baxmayaraq ki, Hindistanın şimal hissəsi seismik ərazilərdəndir, amma biz burada üstün olmasıdır deyir. Yəni, bəli, burada götürə bilərik ki, platforma, yəni seismik hadisələr daha az baş verir. Bunu götürəcək 2, 4, 5-ə baxaq. Geni dəyişdirilmiş məhsulun minimum, dövlət mülkiyyətinin isə maksimumu olan ölkə ilə oxşar cəhəti kartof əkinləri görə fərqlənir. Geni dəyişdirilmiş məhsulun minimum olan ölkə və dövlət mülkiyyəti maksimum olan ölkə Almaniyadır. Bilirik ki, geni dəyişdirilmiş məhsulun minimum olan ölkə Avstriya və Almaniyanı götürə bilərik. Amma burada 4 dənə model ölkələr var ki, Çin, Alman, ABŞ və Yapon modelləri. Bunların içərisində dövlət mülkiyyəti, ümumiyyətlə dünyada dövlət mülkiyyətinə görə ən üstün olan ölkələrdən biri Almaniyadır və burada geni dəyişdirilmiş məhsulunda minimum səviyyədədir. Və burada kartof əkininə görə Hindistanla oxşar cəhətin deyir. Bəli, bu fikir doğrudur. Çin, Hindistan, Rusiya, ABŞ, Avropa ölkələrindən Ukrayna, Polşa, Almaniya kimi ölkələri biz kartof əkinlərinə görə fərqlənən ölkələr siyahısına daxil edirik. Bu da doğrudur. 2, 4, 5 doğru cavab A variantıdır. 6-ya baxaq. Ekvator xəttinin kəsdiyi və iki işıqlama quşağında yerləşən ölkə ilə oxşar cəhəti G20 ölkəsi siyahısına daxil olmamasıdır. Ekvatorun xəttinin kəsdiyi və iki işıqlama quşağında yerləşən yeganə ölkəmiz Braziliyadır və Braziliya ilə Hindistanın oxşar cəhəti G20 ölkəsi siyahısına daxil olmasıdır. Amma burada olmamasıdır deyir. Ona görə götürmürük. Deməli, G20 ölkələr siyahısına daxil olan ölkələr sayaq. Kanada, ABŞ, Meksika, Braziliya, Argentina,
İtaliya, daha sonra Fransa, Almanya, Böyük Britanya, daha sonra Rusya, məsələn Avstraliya, CAR, Türkiyə, Səudiyyə Ərəbistan, Hindistan, Çin kimi ölkələri daxil edə bilərik. Hətta İndoneziyanı da daxil edə bilərik bura. Sualımızın doğru cavabı burada 2, 4, 5 A variantıdır. İzlədiyiniz üçün təşəkkürlər.